Osmanlı donanması bilirsiniz ki, orta əsrlər dövründə, yəni 17-ci, 18-ci əsrə qədər dünyanın ən böyük donanmalarından biri hesab olunurdu. Və bu donanma nə zaman yarandı? İlk dəfə bu donanmanın yaradılma təşəbbüsünü Osman Qazi irəli sürmüşdü. 1308-ci ildə o, Keresi bəyliyindən aldığı bir neçə xırda gəmi ilə Bizans ətrafında olan məntəqələrə hücuma keçmişdi. Lakin donanmanın ardıcıl yaradılma təşəbbüsü Orxan Qazi dönəmində başladı. Belə ki, ilk donanma admiralı olan Qara Mürsəl Paşa 1328-ci ildə Qara Mürsəl adlı tərsanədə, yəni onun adını olan tərsanədə gəmilər inşa etdirməyə başladı. Bu Kocaelinin ətrafında bəzi qəsəbələrin alınmasından və bundan sonra isə Osmanlının dənizlərə çıxmasından sonra başladı. Osmanlının gəmi tərsanələrinin mərkəzi əvvəlcə Qara Mürsəl Paşa, daha sonra İzmit, sonra Gelibolu, ondan sonra isə İstanbul olmuşdu. Osmanlı donanması ilk döyüşünü isə 1416-cı ildə Gelibolu ətrafında Venesiya ilə verdi və bu döyüşdə məğlub oldu. Lakin bundan böyük bir nəticə çıxartdı. Osmanlı sultanı o zaman Mehmet Çələbi idi və donanma yenidən quruldu və 2-ci Bəyazit devrindən başlayaraq artıq Osmanlı donanmasının Aralıq dənizində və başqa dənizlərdə artıq rəqibi yox idi.